Salam. Bu sualda Hudson və Meksika körfəzlərini müqayisə edəcəyik. Hər bir variantı ardıcıllıqla izah edək. Birinci cümləyə baxaq. Meksika və Hudson körfəzləri hər ikisi də okeanla əlaqəli geniş sahələri olsalar da, ətraflarının əsasən quru ilə əhatələnməsi və okeana nisbətən dar boğazlarla bağlanmaları səbəbilə dəniz yox, körfəz adlandırılmışdır. Deməli, ilk cümlə hər iki körfəzə də aid edildi. İkinci cümlədə isə körfəzin xüsusiyyəti izah edilib. Qeyd etdiyimiz hər iki obyekt körfəz olduğundan bu cümlədə hər ikisinə aid edilə bilər. Üçüncü cümləyə baxaq. Meksika körfəzi yer kürəsinin tropik enliklərində yerləşdiyi üçün burada il boyu isti və rütubətli hava, tropik dəniz iqlimi hakimdir. Hudson körfəzi isə yüksək coğrafi enliklərdə daha şimalda yerləşdiyi üçün burada soyuq və sərt iqlim, subarktik və arktik iqlim şəraiti müşahidə olunur. Bu fərq onların yerləşdiyi en dairələri və günəş şüalarının düşmə bucağı ilə bağlıdır. Deməli, bu xüsusiyyət yalnızca Meksika körfəzinə aid olacaq. Dördüncü cümlədə isə xüsusilə diqqətli olaq. Hudson körfəzinə tökülən çaylar daha çox Kanadanın daxili, kənd təsərrüfatına uyğun bölgələrindən axdığı üçün onların sularından suvarmada istifadə olunur. Məsələn, bura Nelson və Churchill çaylarını misal göstərə bilərik. Bu çayların hər ikisi də Hudson körfəzinə tökülür. Meksika körfəzinə tökülən çaylar isə ya sıx meşəliklərdən keçir, ya da böyük su miqdarı ilə birbaşa okeana tökülür. Bu da onların suvarmada istifadəsini çətinləşdirir. Həmçinin Meksika körfəzi ətrafındakı bəzi bölgələrdə iqlim artıq kifayət qədər rütubətli olduğundan suvarmaya ehtiyac azdır. Yeri gəlmişkən, Meksika körfəzinə tökülən çaylara misal olaraq Mississippi və Rio Grande çaylarını misal göstərə bilərik. Beşinci cümləyə baxaq. İlk öncə qeyd edək ki, Hudson körfəzinin sahilində sadəcə bir dövlət yerləşir. Bu da paytaxt Ottawa şəhəri olan Kanadadır. Meksika körfəzinin sahilində isə həm Amerika Birləşmiş Ştatları, həm də Meksika yerləşir. Kanada və ABŞ inkişaf etmiş dövlət olsa da, Meksika inkişaf etməkdə olan dövlətdir. Bu səbəbdən sadəcə Meksika körfəzi inkişaf etməkdə olan sahilini yuyur deyə bilərik. Altıncı cümlə isə aydın məsələdir. Belə ki, Hudson körfəzinin qış aylarında buz bağlaması onun geoqrafi mövqeyinə və iqlim şəraitinə bağlıdır. Hudson körfəzi daha şimalda yerləşir və daha soyuq iqlim şəraitinə malikdir. Bu da sularının qışda buz bağlamasına səbəb olur. Lakin eyni vəziyyət tropik dəniz iqlim tipində yerləşən Meksika körfəzinə aid edilə bilməz. Çünki burada suyun temperaturu il boyu isti olaraq qalır. Deməli, cavabımız C variantı oldu.